qulaq asın, izah edirəm. Abunə olmağı, videonu bəyənməyi unutmayın. Birinciyə baxırıq. Sözlərlə verilmiş ədədlər rəqəmlərlə və açıq şəkildə yazın deyir. 5 trilyon. Uşaqlar, siniflərə ayrılanda minliklər, təkliklər, minliklər, milyonluqlar, milyard və trilyon. Trilyondan sonra uşaqlar 12 dənə rəqəm var. 5 trilyon. Baxaq, 12 dənə. 3, 6, 9, 12. Oldu mu? 5 trilyon, 13 milyard, 13 milyard, 144 milyon 6. 144 milyon, 144 milyon 6. 144 milyon, 144 milyon 6. Yazdıq. İndi ikincisine keçirəm. 567 milyard. 567 milyarddan sonra 9 dənə rəqəm olmalı. 3, 4, 5, 6, 8, 9. 567 milyard 35 milyon 35 milyon 17 min 1. 17 min 1. Keçirəm üçüncüsünə. 602 milyard 602 milyarddan sonra 9 rəqəm olmalıdır. 602 milyard 2 milyon 2 milyondur. Milyondan sonra dedikdə 6 rəqəm olmalıdır. 307 min 49. 307 min 49. Dördüncüsünə baxıram. 12 trilyon 12 trilyondan sonra 12'dən rəqəm olmalıdır. 6, 9, 12. 12 trilyon 552 milyard 552 milyard 8 milyon 8 milyon 8 milyon 34 min 34 min deyəndə 0. Buralara 0 artırıq. Sonra keçirək ikincisine. Bunları yazdıq. İndi keçirəm ikincisine. İkincidə nə deyir? Onluq say sistemində verilən ədədlər Rum rəqəmləri ilə verilən ədədlərlə onluq say sistemində yazın. 23 uşaqlar 20 da 3. İndi keçirəm ikincisine. Biri yazdıq, indi 2'yə keçirəm. Buna nə deyirik? 10, 10, 20. Bu da nə olur? Bir qabaqda gəlir uşaqlar. 10 da belə sonra gəlir. Bir qabaqda gələndə 10 sonra gələndə, yəni kiçik ədəd qarşıda gələndə 10'dan biri çıxırıq 9. Olur 29. Üçüncüsünə baxıram. Minliklə. Baxın. 50'lıdır. Adından da C 100'dür. D 500'dür. Min isə M-dır. Baxın burada yazıram. 50 50'dir. L 50'dir. C 100'dür. D 500'dür. Min də M 1000'dir. Oldu mu uşaqlar? İndi 1052. 1052 necə yazılar? 50, baxın. 50 var burada. 52 də belə. Dördüncüsünə baxıram. 2000.
Uşaqlar 2000 necə yazılır? 2 dənə m yazsam olur 2000. 2100, 100-yə baxaq, 100-ümüz C-dir. 5 də necə yazılır? Bu şəkildə. 5-cisinə baxıram. Baxın, bu 10-dur, bu 100-dür. Eləmi? 10 qarşıda gəlib. Görürsünüz, kiçik ədəd qarşıda gəlib. Yəni, x-imiz qarşıda gəlib. 10, bu da 100. Nə eləyir? 100-dən 10 çıxanda nə eləyir? 90. Bu da nə? 2. 92. 6-cısı. 1000. Bu da 15. 1015. 1015. İndi 7-cisinə baxırıq. 800. Baxın, 500 yazaram. 7-cidə. 500 yazaram, yəni D-ni yazaram. 3 dənə C olur 800. 800 oldu mu? 23. 8-cisinə. D-miz neçədir? 500-dür. Uşaqlar. Bu da 10-dur. Bu da 50-dir. Baxın, 10 qarşıda gəlib, 50 də sonra gəlib. 10, 50. Qarşıda kiçik ədəd olduğuna görə 50-dən 10'u çıxıram. 40. D-miz də 500-dür. 540. Cavabımız 540. Keçirəm 9-a. 2 də 1000. Nə elədi? 2000. 50. Bu da 5. Nə oldu? 2055. 10-cusuna baxıram. Onun da nə deyir? 500 D-dir. 80. 80 necə olar? Uşaqlar, 50 yazaram. 3 dənə 10 yazaram. Oldu mu 80? Bəli. 80, bu da 7. 580. 7. Aha. İndi geçirəm 11'ə. 900 necə yazılar? Baxın, 900. 1000, bir də 100 yazaram ki, 900 olsun da. C, bir də M. Bilirsə, kiçik ədəd qarşıda gələndə baxın. 100, bu da 1000'dir. Onda nə olur? Çıxılır. C, M, 47. 40'ı necə yazaram? 10, bir də 50 yazaram da 40 olur mu? 7 necə yazaram? 2 dənə belə. 12'yə baxırıq. 1000, C'miz 100'dür, D'miz də 500'dür. 100 ilə 500 nə eləyir? 400, 1401. İndi keçirik bura. Üçüncüsünə. Üçüncüdə nə deyir? Deyir, mərtəbə qiyməti müəyyən edin və ədədləri həmin mərtəbəyə qədər yuvarlaşdırın. Mərtəbə qiymətini müəyyən edin. Bunlar mərtəbə qiyməti nə olur? 10 milyonluqlarda. 10 milyonluqlarda 2, 8, 5, 1, 9, 2, 613. 5'in altına xət çəkirəm və yuvarlaşdırıram. 5'dən sonra mədət kiçik olduğuna görə elə özü qalır. 28, 5'in özü qalır. Bunlar sıfırlanır. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə sıfır qoyuram. 7 dənə oldu mu? Birində yazsaq deyəsən 7 olur. Gözüm biraz zəifdir. Oldu 7. İndi ikincisinə baxırıq. İkincisinə baxıram. Aha, bu neydi? Mhm, 9'dur. İkincidə 9. Necə yazılıb? 923. O qarşıda niyə yazılıb? 923 sonda. Milyon 682 1544. 9'dan sonra ədəd baxırıq kiçikdir. Ona görə 9'un özü qalır. Aha. 59 982
103. Aha, 9-dan sonra yuvarlaşdırırıq. 9-dan sonra mədəd böyükdür. Baxın, 8 yəni böyük ədəddir. 5, 6, 7, 8, 9 olanda bir vahid artır. Yəni, bunun üzərinə 1 gələndə, baxın uşaqlar, bunlar zaten sıfırlardır. Sonunda neçə dənə sıfır var? 5 dənə. Bunu üstünə 1 gəlirəm. 10, 1 yadda, yenə 10, 1 yadda, bu da 6. Nə alındı? 6. Sonunda neçə dənə sıfır var? 3, 6, 7 dənə. 7 dənə. İndi dördüncüsünə baxıram. Dördüncüdə nə deyir? 805 milyon 601 min 205. Sıfırdan sonra sıfıra baxırıq. Sıfırdan sonra mədəd böyükdür. Ona görə nə olur? Bir vahid artır. Bir vahid. Sıfırdan sonra mədəd 5'dir deyə bir vahid artır. Olur 1. Bunlar hansı ədədlərə sıfırlanır? Neçə dənə sıfır olur? 4, 6 dənə sıfır. Beşinciyə baxıram. 256, 542, 208, 104. İndi 5 yuvarlaşdırmadır. 5'i qoyduq. 5'dən sonra ədədimiz böyükdür deyə nə olur? 6 olur. 2, 6. Bunlar da sıfırlanır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 3, 4, 5, 6, 7, 8, 9 da 10. 10 dənə sıfır. İndi 6-cısına keçirəm. Baxırıq. Bu 9'dan sonra bir vahid artı. 99 nəyə yaxındır uşaqlar? 100. Buranı 100 götürəcəm. Buradan sonra isə sıfırlanır zaten. 1, 2, 3, 4, 5, 6, 7, 8, bu da 9. 3, 4, 5, 6, 7, 8, 9. İndi keçirəm 7-cisinə. 7 dənədir. 4 milyon 765 min 213. 7'dən sonra ədəd böyükdür deyə, yəni altını görürsünüz də böyükdür. Ona görə bir vahid artır. Olur 8. Bura baxırıq. Neçə dənə sıfır olur? 5 dənə. 5. 8. 23 milyon 621 min 919. İndi 2'dən sonra mədədə baxırıq. Kiçik ədəddir deyə 2'nin özü qalır. Buradan o yüzden sıfırlanır. 4, 7 dənə sıfır. 9'uncuya baxırıq. 79 milyar 962 milyon 8 23 min 301. Baxırıq. 9'dan sonra mədədlər. 79 nəyə yaxındır uşaqlar? 80 yazırım. Baxın, bunu 80 götürürüm. Burada noizli sıfırların sayına baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 2, 3, 4, 5, 6, 7, 8, bu da 9. Ümumilikdə 10 dənə sıfır olmalıdır. 10'uncuya baxırıq.
10-da nə deyir? 9, 78, 105.047. Bunu yuvarlaşdırın. Baxın, 9-un altından xətt çəkin. 99 nəyə yaxındır? Baxın, 100-ə. Bunu 100 edirəm, uşaqlar. Buradakı sonraki ədədləri sıfırlayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 1, 2, 3, 4, 5, 6, 7, 8. Yazdım. İndi 4-cü tapşırığa keçirəm. Deyir ki, ədədin onluqlara, yüzlüklərə, minliklərə, 10 minliklərə qədər yuvarlaşdırın. Alınan ədədlər artan sıra ilə düzək. Bəli, ədədlərimizi yazıram. 457.612. Sonra qoy yazaq. 457.612. 457.612. Hansıları onluq, yüzlük, minlik, 10 minlik. 4 dənə. 457.612. Yuvarlaşdırıram. Nəyə görə? İndi təyin edək. Onluqlar. Təkli, uşaqlar onluq. Yəni onluğun altından xətt çəkirəm. Yüzlüyümüz hansıdır? Təkli, onluq, yüzlük. Bunun altından xətt çəkirəm. Minlik, təkli, onluq, yüzlük, minlik. Təkli, onluq, yüzlük və minlik, 10 minlik. Çəkdim. İndi birdən sonra ədəd kiçik deyilə öz ədədi qalır. 457, 6, 1, 0 yazıram. 6-dan sonra baxın kiçik ədəd, yəni birimiz görürsünüz kiçikdir, özü qalır. 457, 6, 0, 0. Və 7-dən sonra ədəd böyükdür. Baxın 5, 6, 7, 8, 9 olanda dedik ki, böyük ədəd. Ona görə bir vahid artır. 457 yox, 458 yazıram. 3-dən 0 yazıram. Sonra indi 10 minlikləri. 5-dən sonra ədəd görürsünüz, böyük ədəddir. Ona görə 6 olur. Keçirəm. İndi deyir, artan sırayla yazın. Artan sıraya nə idi? Kiçikdən böyüyə gedirik. Bunlar baxın artıb. Böyükdür. 458, 460 min. Nəqə bunların arasında təyin edir. 457.610-dur, yoxsa 457.600. Birinci budur. Kiçiyimiz budur. Sonra ikincisi budur. Yazanda uşaqlar siz özünüz belə yazın. Birinci bunu yazarsınız. Bunu. İkinci bunu yazın. Üçüncüyə baxırıq. 458.000. Üçüncü budur. Uşaqlar. Bu da dördüncüsü. Sonra keçirəm 5-ci tapşırığa. 5-ci tapşırığa. Yazdıq. 5-cidə nə deyir? Sıralamasına uyğun ən kiçik və böyük ədədi müəyyən edin. Bu aralıqda yerləşən ən kiçik ədəd. Baxın, ən kiçik ədəd bundan bir vahid böyükdür. Ən böyük ədəd isə bundan bir vahid kiçikdir. Yəni çıxaq 1 yazıram. Burada toplama 1. Gəl 1000, 1 milyon. Baxın. 1.053.712. Üstünə 1 gələcəksə. 1.053.713. İndi buradan isə bir vahid kiçik. 1.516.000. Səkkiz 24. Ən böyüyü və ən kiçiyi. İndi 100 minliklərə görə və 10 minliklərə görə yuvarlaşdırmalıyıq. Gəlin, əvvəlcə bu iki ədədi də 100 minliklərə görə yuvarlaşdıraq. Təkli, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Buna görə yuvarlaşdırıram. Sıfırdan sonra ədəd böyükdür deyə bir vahid artır. Olur 1, 1. 100 minlikdə neçə sıfır var? 5 dənə sıfır. 1, 2, 3, 4. İndi bunu 100 minliyə görə yuvarlaşdırıb. Təkli, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik.
Yuvarlaşdı. 5-dən sonra ədədimiz kiçikdir deyə ədədin özü qalır 5. 5. İndi 10 minliyə görə yuvarlaşdırın. İndi bu ədədi yazıram. Bir dəfə bunu indi 10 minliklərə görə elədik. İndi 100 minlik. Bunu yazım 10 minliklərə görə. İndi isə 100 minliklərə görə. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. İndi 1, 5, 824. İndi bunu da 100 minliklə təklik. Aha, belə eləyək uşaqlar. 100 minliyə görə elədim. Bu 100 minliyə görədir. Bu 100 minliklərə görədir. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Bunlar 100 minliyə görədir. 100 minliyə görədir. Baxın, 100 minliyə görədir. Birinci 100 minlik gəlir. İndi isə 10 minlik. 10 minliklərə görə indi yazıram. Görə. On minliklərə bu ədədi yazırıq. Baxın, bu ədədi yazırıq. 1.053.713. Bunu 10 minlik, təklik, onluq, yüzlük, minlik, 10 minlik. Altından xətt çəkəm. Yenə də bu ədədi götürürəm. 1.516.824. Bunun da baxırıq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Bunun da 10 minliyi bura düşür. İndi gəlin yuvarlaşdıraq. 5-dən sonra ədədimiz 3 gəlir və yəni kiçikdir, özü qalır. 105, yanına da 4 dənə 0. Digəri. 1-dən sonra ədədimiz böyükdür. Baxın, 6-nı görürsünüz də. 1-dən sonra ədədimiz böyük oldu, 6-dır. Onu isə 1 vaid artır, olur 2. 1, 5, 2, yanına da 4 dənə 0. Keçirik 6-cı tapşırığa.